Salam əziz tamaşaçılar, ARB televiziyasında yayımlanan Maqazin Plus'da qonağım var rubrikasında mən Nura sizi salamlayıram. Bugünkü qonağım istedadlı gənc müğənni Vasif İbrahimdir. Xoş gördük səni. Hər vaxtınız xeyir olsun, dəyərli dostum, dəyərli xanım Nura xanım və ekran qarşısında əyləşən bütün tamaşaçılarımızı salamlayıram. Vasif İbrahim, bu yaxınlarda bildiyimiz kimi qonşu kanalda bir yarışmaya qatılmışdınız və yarışmada artıq altılığa kimi deyəsən gəlib çıxmışdın. Belə deyək də, seçim turlarında keçdim və ikinci turda artıq ələndim mən. Biraz səsimdə biraz hələ də var, yəni biraz problem vardı. Yəqin ki, indi Röya xanım, dəyərli xalq artistimiz elə məsləhət bildi, elə də oldu. Neçə ildir bu sənətdəsən Vasif? Mən belə deyim, mən uşaqlıq yaşlarımda musiqi ilə məşğulam. Amma professional səhnə bir 15 ildir, hardasa 15-16 ildir. Şou proqramlarda sizi görürük, şənliklərində olursan, amma efirlərdə çox görsənmirsən. Səbəb? Efirlərimizin səbəbi təbii ki, bəllidir. Mən biraz açıq və düz danışan adamam. Mən çəkinəcəyim, elə bilirəm, elə bir şey yoxdur, yəni ki, niyə çəkinim də. Efirlərin bəziləri təbii ki, maddiyyata bağlanır, qonaq çağırılırsansa. Amma təbii ki, başda ARB olmaqla qonşu kanalların bəziləri var ki, sağ olsun, dəstək olurlar ki, yəni ən azından mən də efirlərə çıxıram, bəzi kanallara çıxıram, yəni verilişlər olaraq. Amma mahnıların belə çox tanınmır Vasif. Bəlkə bu tənbəllik özündədir. Tənbəllik də deməyək, əslində mən dayanmıram, mən işləyən adamam, mən işimi də çox sevirəm. Sadəcə efirlərə çıxmıram deyə, efirlərdə olmadığım üçün, yəni elə kənardan elə görünür. Əslində elə deyil. Efirlər çağırsın, mən hər efirə ayrı mahnı oxumağa bu dəqiqə hazıram, o gücüm də var. Bilirəm ki, 5 yaşından Allah tava rəhmət eləsin, 1-ci Qarabağ döyüşlərində atavı itirmisən, şəhid övladısan. Amma heç vaxt, mən bunu bu yaxınlarda bilmişəm, heç vaxt bunu mənə deməmisən. Mən bunu bir yaxın rəfiqəmlə eşitdim. O addan istifadə etməmisən, hər zaman çalışmısan, deyirək, dırnağınla, özün öz ayaqlarının üstə durmuşsan, dişimlə dırnağınla belə bir söz var. Mən şəhid evladıyam, mənə bunu edin. Mən onu deyə biləcək adam deyiləm, nə də heç vaxt yəni, istifadə eləməmişəm mən o addan. Mən bu arada bizim Maqazin Plus'un layihə rəhbəri Səbinə Rəcəbliyə təşəkkürümü bildirirəm ki, mən Səbinə xanıma bu haqda deyəndə, Səbinə xanım dedi ki, gələn həftə Vasif İbrahimi öz rubrikada, yəni çəkirsən. Sinəmdə bir ürəkdə var sənə aid, xoş arzu, xoş dilək də var sənə aid. Sənin bütün əşyaların məndə qalıb, içində bir